Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi yenidən. MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün növbəti sütun bölməyə başlayırıq. Bu bölmə olduqca vacib bölmə olan sürət məsələləridir. Yaş məsələlərini bitirdik. 4 gündə yaş məsələlərini öyrənə layihəmizlə. Sürət məsələlərinin bir neçə hissədə sizə izahını təqdim edəcəm. Sürətin növləri çoxdur. Ümumi anlayışlar, qarşı-qarşıya hərəkət, əks istiqamət, eyni istiqamət və s. Bunlarla bağlı hər birinə aid sistemli şəkildə bir izah hazırlayıb sizlərə təqdim edəcəm. Və siz mütləq şəkildə bu izahlara ardıcıl olaraq baxsanız, qeydlərinizi götürsəniz, mütləq sürət məsələlərində bir probleminiz qalmayacaq. Vaxt itirmədən keçək izahımıza. Ümumiyyətlə, sürət məsələlərində bizim vacib anlayışlarımız hansılardır? S bərabərdir VT düsturundan istifadə edirik. S gedilən yol və sürət T zamandır. Buradan V-ni tapa bilərik. Sürəti tapmaq üçün gedilən yolu zamana bölmək lazımdır. Eləcə də T-ni tapa bilərik. T-ni tapmaq üçün gedilən yolu sürətə bölmək lazımdır. Bu anlayışları bilirik və təbii ki, bunları indi məsələlərdə tətbiq edəcəyik. Sürəti 30 metr bölünsün saniyə olan bu çevirmələr, yəni müəllimlərin çətinlik çəkdiyi hissələrdəndir. Bir maşın 1 saatda neçə kilometr yol gedər? Təbii ki, burada bir neçə saniyə olsa rahat buna vura bilərdik. Burada metr bölünsün saniyə var, burada saat var. Demək, çevirmə vacibliyi var. Bunu iki izahla sizə göstərəcəm. Birinci izahımız, müəllimlər, tənasüb qurmaq qaydasına. Ümumiyyətlə, 30 metr bölünsün saniyə nə deməkdir? Maşının 1 saniyədə 30 metr getməsi. Yəni, 1 saniyədə 30 metr gedirsə, bizə deyir ki, 1 saatda neçə kilometr yol gedir. İndi biz burada saniyə yazmışıqsa, 1 saatı da saniyəyə çevirəcəyik. 1 saatımız 3600 saniyədir. Yazıram 3600 saniyədə x metr gedəcək. Burada kilometr soruşur. Biz tapdığımızı sonra tezdən kilometrə çevirə bilərik. Çünki bura metr yazmışıqsa, burada metr yazmalı, kilometr yaza bilmərik. Eyni vahidlər yazılmalıdır altı. Və dəyərli müəllimlər, bu sürət məsələsində qurulan tənasüblər düz mütənasibdir. Yəni, az vaxtda az yol gedəcəksən, çox vaxtda çox yol gedəcəksən. Çarpaz x bərabərdir. Buradan nə edəcəyik? Biz 30-u 3600-ə vuracaqsan. 36-nı 3-ə vuranda 108, sonunda da 3 dənə 0 metr. Amma bizdən kilometr soruşur. 1 kilometrimiz də bərabərdir 1000 metr. Demək, metrdən kilometrə keçmək üçün 1000-ə böləcəksən. Bu da bərabər 108 kilometr. Doğru cavab D variantı. Müəllim, hər zaman doğrudurmu? Bəli, bir mənalı olaraq. Amma vaxt baxımından daha vaxtımı səmərəli xərcliyim deyə rahat bir qayda deyəcəm. Qayda, bunu yadda saxlayın. Dəyərli müəllimlər, metr bölünsün saniyədən, ümumiyyətlə, metr bölünsün saniyədən yazıram. Metr bölünsün saniyədən kilometr bölünsün saata keçmək üçün verilən kəmiyyəti 5-də 18-ə vuracaqsan. 5-də 18. Kilometr bölünsün saatdan metr bölünsün saniyəyə keçmək üçün isə 18-də 5-ə vuracaqsan. Bunun da məntiqini hardan alınır? Baxın, izah edəcəm, amma hər dəfə 18-də 5 hardan alınır, onu bir-bir yazmağa ehtiyac yoxdur. Sadəcə 18-də 5 nə deməkdir, onu bil. 1 kilometr bölünsün saatdır. Biz bunu metr bölünsün saniyə kimi yazarıq da. Drop işarəsini bu formada. 1 kilometrimiz 1000 metrdir. 1 saatımız 3600'dür. 2-0 buradan, 2-0 buradan. Hər tərəfində 2-yə ixtisar eləsək, 18-də 5 metr bölünsün saniyə. Bura saniyə yazırıq. Həqiqətən də gəldi 18-də 5 metr bölünsün saniyə aldıq. Onu da deyə bilərik ki, kilometr bölünsün saatdan metr bölünsün saniyə keçəndə verilən kəmiyyəti sadəcə 18-də 5-ə vururuq. Metr bölünsün saniyədən kilometr saatı. Bunu bölə deyə bilərik, amma bölməyi qoyuruq kənara, onu da vurma kimi yadda saxlayaq. Elə bil bunun tərsinə vuracaqsan, 5-dən 18. İndi, gəlin bu qaydanı burada tətbiq edək. Biz nə edirik? 30 metr bölünsün saniyədən kilometr bölünsün saata keçməliyik də. 1 saatda neçə kilometr, yəni kilometr bölünsün saat deməkdir. Metr bölünsün saniyədən keçəndə 5-dən 18-ə vururuq. İndi ola bilər bunu qarışdırırsınız. Məsələn, müəllim 18-də 5 mi demişdi, 5-dən 18. Onda bax, bu xatırlatmanı yada salın. Burada 5-5-ə 1, 35-ə 6, 18-ə vuranda elədi 108 kilometr. Yenə eyni cavabı aldıq. Növbəti suala baxırıq. Saatda 72 kilometr yol gedən maşının saniyədə getdiyi yol neçə metr olar? Saatda 72 kilometr o deməkdir ki, maşının
sürəti 72 kilometr bölünsün saatdır. Burada bir problem yoxdur. İndi saniyədə neçə metr getdiyini bizdən soruşur. Baxaq. Nə dedi az öncə? Kilometr bölünsün saatdan metr bölünsün sayını keçmək üçün 18-də 5-ə vuracağıq. İndi 72-ni 18-də 5-ə vuranda 18 18-ə 1, 70 18-ə 4. 4 dəfə 5 20 metr bölünsün saniyə. Doğru cavab B variantı. Müəllim, bunu da tənasüblə yaza bilərikmi? Əlbəttə yaza bilərik. Bu o deməkdir ki, 1 saatda 72 kilometr yol gedibsə, burada da saniyə söhbəti olduğuna görə 1 saatımız 3600 saniyə yazıram. Sadəcə bu biraz artıq belə deyək də, bax bu sualda məsələn tövsiyə olunmur. Çünki böyük ədədlər olacaq. Yox, mən böyük ədədlərlə də problemsiz işləyirəmsə, ofərin heç bir problem yoxdur. 72 kilometrdə metrə çeviririk. 72.000 metr. Saniyədə, yəni bu bir saniyədə 1 saniyədə deməkdir də. Saniyədə də x. Çarpaz formada vursaq 3600x bərabər 72.000. 2 0 buradan, 2 0 buradan. X də bərabərdir. 720-ni 36-ya böləndə 20 metr bölünsün saniyə. Gəldik, eyni şeyi aldıq, dəyərli müəllimlər. Növbəti suala baxırıq. 40 metr bölünsün saniyə sürəti ilə gedən bir maşın sürətini 4də 1-i qədər artırsa, əvvəlki getdiyi yola nəzərən 1 saatda neçə kilometr artıq yol gedir? Baxın, nə var verilib burada? 1 saatda neçə kilometr? 40-ı kilometr bölünsün saata da çevirib tapa bilərik. Sonra belə çevirib, sonra bir də tapa bilərik. Hansı rahatdırsa o formada yaza bilərsiniz. Yəni, 40 metr bölünsün saniyənin də 4də 1-i qədər artıra bilərik. Sonra onu təzdən kilometr bölünsün saata çevirə bilərik. Və ya elə 40 metr bölünsün saniyənin kilometr bölünsün saata çevirib sonra 4də 1-ni tapa bilərik. Çevirək kilometr bölünsün saata. Kilometr bölünsün saata keçmək üçün nə dedik az öncə? 40-ı vuracaqsan 5də 18-ə. Bu da bərabərdir. 5 5-ə 1, 45-ə 8. 8 18-ə vuranda 144 kilometr bölünsün saat. Elə bil, indi sual bizə belə verilir ki, 144 km saat sürətlə hərəkət edən maşının sürətini 4də 1 qədər artırsa, 1 saatda neçə kilometr artıq yol gedir? 144-ün də 4də 1-i nə qədər edir? 144-ün də 4də 1-i 4 4də 1, 144 4də eləyər 36. Demək 4də 1-i 36 km bölünsün saat. Üzərinə gələ bilərik. Yəni gəlsə 180 eləyəcək, amma deyir 1 saatda nə qədər? Demir ki 4də 1 qədər artırsaq sürət nə qədər olar? Deyir 1 saatda neçə kilometr artıq yol gedir? Artıq getdiyi yol bax bu 36-dır. Məntiq bundan ibarətdir. Doğru cavab elədi. Burada C variantı. Dördüncü sualımız. Avtomobil iki şəhər arasındakı məsafəni, bu iki şəhərdir, tutaq ki A şəhəridir. Burada B şəhəridir. Bu şəhər arasındakı məsafəni 90 km/saat sürətlə hərəkət edərək qət etdi. Tutaq ki, buranın 90 km sürətlə getdi. Əgər onun sürəti 30 km az olsaydı, 2 saat artıq vaxta gedərdi. Yəni, sürət indi burada da, tutaq ki, başqa bir formada düşünür. İndi sürət 60 olsaydı. Hardan aldıq 60-ı? Bizə deyir, axı, 30 az olsaydı. Dəyərli müəllimlər, baxın. 2 saat artıq. Əvvəl getdiyi sürəti bilirsən. Amma getdiyi zamanı bilmirsən ki, ona nə yazaq? X yaza bilərik, amma zamanı biz az öncə nə ilə işarə elədik? T ilə. Daha yaxşı olar ki, elə T ilə işarə eləyək, bilək ki, T ilə zamandır. Yəni, istənilən dəyişənlə ifadə edə bilərsən, o əhəmiyyət kəsb eləmir. Sadəcə belə vərdiş elə ki, zamanlı məhsul varsa, demək onu elə T götür. Demək, bura yazıram T saat. Bəs 60 sürətlə getsə, nə qədər artıq vaxta gedərdi? 2 saat artıq vaxta. Onda T üstəgəl 2 saat. Burada artıq nələr var, müəllimlər? Sürətimiz məlum, zamanımız məlum. Onda yolumuz nəyə bərabərdir? S-i tapmaq üçün V-ni T-yə vurmaq lazımdır. Olacaq 90 T. Yazdıq burada. Bəs burada nə qədər olacaq sürətimiz? 60-ı vuracaqsan T üstəgələk 2 saata. Burada neynədik? Sürəti zamana vurduq. İndi mən bu ortaya bərabərlik yazacağım. Elə məsələnin də kulminasiya nöqtəsi bu bərabərlikdir. Niyə bərabərlik? Çünki istər 90 sürəti ilə geçsin, istər 60 sürəti ilə geçsin, istər fərqli zamanlarla geçsin, eyni yolu gedəcək. Bu məntiqə əsasən
bərabərlik yazıram ki, tənliyimi həll edə bilim. Buradan 90t bərabərdir 60t üstə gəlir 120. 30t bərabərdir 120. T də bərabər 4-ə. T-ni biz 4 tapdıq. Amma bizdən nə soruşur? Şəhərlər arasındakı məsafə neçə kilometrdir? Bu tapdığımız 4-ü bərabərliyin burada sol tərəfində də, sağ tərəfində də yazıb hesablaya bilərik və cavab hər birində doğru alınacaq. 90-ı 4-ə vuranda eləyir 360 kilometr. Doğru cavab D variantı. Növbəti baxırıq 5-ci suala. Maraqlı sualdır. 2 üsulla izahını sizlərə inşallah göstərəcəm. Bir taksi A şəhərindən B şəhərinə gedərkən sürəti 70 km/saat, B şəhərindən qayıdarkən isə sürəti 50 km/saat olmuşdur. Gedərkən. İndi taksi bu yolu gedib, bax, bu formadadır. Bura yazıram, bu formada getmək. Burada yazıram, bu istiqamətdə qayıtmaq. İndi, getmək sürəti nə qədərdir? 70 km/saat. Qayıtma sürəti nə qədərdir? 50 km/saat. Bizə maraqlı olan burada zamanı müəyyənləşdirməkdir. Zamanı ayrı-ayrılıqda verməyib, bir yerdə verib. Cəm olaraq 18 saat. Onda biz bundan öncəki yaş məsələlərində də demişdik. Riyaziyyətdə nəyinsə cəmi verilibsə, tənlik olsun, daha doğrusu tənlik qurmaqla məsələ həlləri olsun, yaş olsun, ədəd məsələsinin digər növləri olsun. Cəm veriləndə bunun birini x götür, birini 18 minus x götürəcəksən. Müəllim, bunun önəmi varmı hansının? Heç bir fərqi yoxdur. Nəticə olaraq cavab gəlib düz çıxacaq. Bunu x, bunu da 18 minus x. Onda getmə vaxtı x olsun, qayıtma vaxtı 18 minus x. Lap t ilə işarə eləyək. O getmə vaxtını t ilə işarə eləyək, qayıtma vaxtını 18 minus t ilə. Yenə deyirəm, hərf burada, indi deyəcəksiniz ki, müəllim, mən t-dən başqa hərf yazdım. Heç bir fərqi yoxdur. Nə istəyirsiniz yaza bilərsiniz. İndi onda getməyinin sürəti məlumdur. Bəli, məlumdur. Nə qədər? 70. Getməyinin zamanı məlumdur. Nə qədər? Bəli, t. Onda getdiyi yol nə olacaq? 70 t. Əla. İndi qayıtma sürəti məlumdur. Bəli. Qayıtma zamanı məlumdur. Bəli. Onda yolu nə qədər olacaq? 50 vurulsun, yəni sürəti zamana vuracaqsan. 18 çıxılsın t-yə. Və buradan sonra dəyərli müəllimlər, mən bərabərlik yaza bilərəm. Yuxarıdakı məsələ kimidir də, elə bir getdiyi yol. Getdiyi yol qayıtdığı yola bərabərdir. Yəni buradan bura qədər olan məsafə, buradan bura qədər olan məsafəyə bərabərdir. Ona görə sadəcə bu tənliyimizi həll edəcəyik. 70t bərabərdir. 50-ni vurduq 18-ə elədi. 900 çıxılsın 50t. Buradan bu 50t bu bir tərəfə keçir. 120t bərabərdir 900-ə. T də bərabər 900-ü 120-yə böləndə 7,5. T bərabər 7,5 alınır. Onluq kəsinən alınması sizi qorxutmasın. Gözləməyin ki, hər şey tam alınmalıdır. Artıq onluq kəsilər bilirik ki, proqramda geniş yer alır. İndi bu aldığımız 7,5-i bərabərliyin sol tərəfində də, sağ tərəfində də yazıb hesablaya bilərik. Məsələn, burada 70t var. O zaman yazaram 70 vurulsun 7,5. Bu sıfırla bu vergül gedir. 7-ni də 75-ə vuranda 5 dəfə 7 35 yazaq 3 yadda. 7 dəfə 7 49 üstə yadda 52. 525 kilometr doğru cavab C variantı. İndi deyəcəksiniz, müəllim, izaha başlamamışdan öncə ikinci yolda dediniz, yadımızdadır. Tamam, demişəmsə demək, ikinci yolunda bunu sizə ətraflı həll edirik. Yaxşı, bunu buradan silək. Artıq bu izaha baxdınız. İndi görək ikinci yolumuz nədir? Dəyərli müəllimlər. Bizə deyir ki, bax, yolumuzu biz götürək S. Yol S olsun. Hər hansı bir dəyişən də deyə bilərik, amma yol S ilə işarəlandığını elə S götürək. Gedərkən sürəti nə qədərdir? 70. Sürəti onda S bölünsün 70. Bu getmə. Qayıdarkən sürəti nə qədərdir? 50. S bölünsün 50. Bir indi sual verə bilərsiniz ki, müəllim, S bölü 70 nə deməkdir ki? Nə demək ola bilər? Məsafə sürətə bölünüb. Məsafə sürətə bölünəndə alınan nədir? Getmə vaxtı. Yəni T bərabər S bölünsün V. Burada da həmçinin yol sürətə bölünür. Yolu sürətə böləndə zaman alır. İndi
Bizə deyir, gedib gəldiyin 18 saata gedib gəlib. Getmək və gəlmək 18 saat. Bu da təbii ki, rahat yoldur. Amma belə deyək, bunu anında orada beynimizə gəlməlidir. Müəllim, bəs necə eləyək beynimizə gəlsin? Davamlı, çoxlu sayda sual işləmək şərti ilə. Nə edəcəyik burada? Hər tərəf bunları 70, 50, 350-dir. 350-ni 70-ə bölsək 5, sürətə vursaq eləyər 5s. 350-ni 50-yə bölsək 7, 7-ni sürətə vursaq 7s bərabər 18 vurulsun 350. Nə elədik? Hər tərəfini 350-yə vurduq. 70 ilə 50-yə eyni zamanda bölünən ədəd olduğuna görə. İndi burada müəllim. Bu elədi 12s bərabərdir 18 vurulsun 350. İxtisarlarımızı mərhələli şəkildə eləsək 6-ya 2, 6-ya 3, 2, 2-yə 1, bu da 2-yə 175 mərhələli ixtisar elədik. S ilə bərabər 3-ü 175-ə vuranda 525 kilometr. Yenə gəldik 525 aldıq. Bəli. Demək, ikinci yolla da izahını sizə göstərdim. Növbəti bir kəndli kənddən şəhərə, bura yazıram kənd, burada yazıram şəhər. Baş hərflərini qeyd edirəm. Kənddən şəhərə 15 kilometr bölünsün saat sürətlə 2 saat velosipedlə gedib. Buradan sürət 15 kilometr bölünsün saat, zaman 2 saat. Velosipedlə və 3 saat avtobusla gedib. Buradan burada 3 saat avtobusla gedib. 3 saat. Bəs avtobusda olan sürəti nə qədərdir? Avtobusda olan sürəti bilmirəm. V-dir. Buraya yazdım V. Onda bizim bu yolumuz nəyə bərabər olacaq? 15 vurulsun 2, üstə gələk 3 vurulsun V. Yenə deyirəm, V sürət olduğuna görə V yazdım, amma X də yaza bilərsin. İndi geriyə taksinin sürəti avtobusun sürətindən 30 saat geriyə isə 2 saata olan taksi ilə qayıdır. Geriyə taksi ilə qayıdır. Bəs geri qayıtma vaxtı, tutaq ki, buradan bura bu yolu geriyə qayıdır. Bunun burada zamanı 2 saatdır. Sürəti nə qədərdir? Avtobusun sürətindən 30 km çox. Avtobusun sürəti normalda nə qədər idi? V götürmüşdük. 30 çox olanda V üstə gələk 30. Və dəyərli müəllimlər, yenə də gəldiyimiz yol, getdiyimiz yola, qayıtdığımız yola bərabər olduğundan bu bizim getdiyimiz yoldur. 2 vurulsun mötərizədə V üstə gələk 30 da bizim qayıtdığımız yoldur. Və bunlar bir-birinə bərabər olduğundan biz də bu ifadələri bir-birinə bərabərləşdirib həll edəcəyik. 30 üstə gələk 3V bərabərdir 2V üstə gələk 60, V bərabər 30. V-ni biz buradan 30 tapdıq. Bizə deyir ki, iki kənd ilə şəhər arasındakı məsafə nə qədərdir? Bu 30-u və solda da sağda da yerinə yazıb hesablaya bilərik. Elə sağda yazaq 2 vurulsun 30 üstə gələk 30. Yəni V-nin yerinə 30 yazdım. 60-ı da 2-yə vuranda 120 kilometr. Növbəti 7-ci sualımız, yəni burada dəyişən ifadə görəndə qorxmaq lazım deyil. Maşın A və B məntəqələri arasındakı məsafəni V sürəti ilə 6 saata. Demək, buradan bu məsafədən söhbət gedir. V sürəti ilə 6 saata gedirsə, onda bu yol 6V olur. Sürət V-dir, zaman da 6-dır. V çıxılsın 9 sürəti ilə, V çıxılsın 9 sürəti ilə 9 saata gedir, vurulsun 9. Yenə bax, bayaqki məsələlərin əsas qaydası nə idi? Getdiyimiz yol digər sürətdən getdiyimiz yola bərabərdir və ya getdiyimiz yol qayıtdığımız yola bərabərdir. Ona görə də biz bu bərabərliyi bura yazırıq. İndi həll eləsək 6V bərabərdir 9, V çıxılsın 81. Buradan 3V bərabərdir 81, V də bərabər 27-yə. V-nin 27 olduğunu tapdıq. Bizdən soruşulan A və B məntəqələr arasındakı məsafə neçə kilometrdir? Bu 27-ni bərabərliyin sol tərəfində də, sağ tərəfində də yerinə yazıb hesablaya bilərik. 6 vurulsun 27. 6-nı da 27-yə vuranda elədi 162. Demək, məsafəmiz neçə kilometrdir? 162 kilometr. Doğru cavab D variantı. 8-ci suala baxırıq. Avtomobil yolun 5-də 2-sini 3 saata getdi. Sonra sürətini 10 km bölünsün saat artıraraq qalan yolu 4 saata getdi. Yol neçə kilometrdir? Baxaq.
Bu bizim yolumuzdur. Bunu burada qeyd elədik. Neçə hissəli yoldur? 1, 2, 3, 4. Birini də buradan çəkirəm 5 hissə. Bunu yəni sizə vizual olaraq rahat görün deyə çəkdim. 1, 2, 3, 4, 5. İndi 5-də ikisini 3 saata getdi. Buradan bura qədər 3 saata gedib. Bax, bu hissəni 3 saata gedib. Dəyərli müəllimlər, bu məsələni də biz nə edəcəyik? Yol bərabər 5S götürəcəyik. Yolumuz 5S'dirsə, 10 da, bax, burada S'dir, burada S'dir, burada S, bura S, bura S. Yəni, hər birini bir S götürdük. Əslində, 1 S də götürə bilərdik. Sadəcə 1 S'i 5 yerə böləndə 5-də 1 və s. ilişə bilərsiniz. İndi 5-də ikisini, yəni bax, bu 2S yolu hansı zamana gedib? 3 saata. 2S'i böldü 3-ə. Bu nədir? Bu yolun 5-də 2 hissəsində getdiyi sürətidir. Sonra sürətini onu artıraraq qalan yolu 4 saata getdik. Qalan yolumuz nə qədərdir? Qalan yolumuz 3S. Çünki 2S buradadırsa 3S də buradadır. Bunu neçə saata gedir? 4 saata. Bu nədir? Bu da qalan 3 hissədə getdiyi sürətdir. Və sürəti 10 km artıraraq. Onda belə çıxır ki, artıq sürət. Burada artıq sürət. Burada yazıram az sürət. İndi bizə nə deyir müəllimlər? Deyir, yol neçə kilometrdir? 10 hara gəlinəcək? Biz bərabərlik yazanda nə edirdik? 10-u hər zaman azın üzərinə gəlirik və ya buradan çıxa bilərik. Elə azın üzərinə gələk, hesablayaq. Hər tərəfini 3-ə vursaq, 2S üstə gələk 3 dəfə 10, 30. Hər tərəfini nəyə vurduq biz bunun? 12-yə, daha doğrusu 12-yə vururuq. 12-ni 3-ə bölürük. 4, çünki 3 ilə 4-ə eyni zamanda bölünəndə də 12-dir. 12-ni 3-ə bölüb sürətə vururuq. 12-ni 3-ə böldük. 4 dəfə 2, 8S. Üstə gələk 12-ni ona vurduq. 120 bərabər. 12-ni 4-ə böldük. 3, sürətə vurduq. 9S. Buradan da S bərabər 120. Amma biz yolu 5S götürdüyümüzdən 5 vurulsun 120 bərabər 600 km. Doğru cavab D variantı. Bu qədər dəyərli müəllimlər. Sizlər üçün sürət məsələsinin bu ümumi anlayışlarını qeyd elədik birinci hissədə. Həm çevirmələr, həm kiçik nüanslar. Abunə olub paylaşmağı unutmayın. Sonra qarşı-qarşıya hərəkət, əks istiqamətli hərəkət, eyni istiqamətli hərəkət sürət məsələlərdə sizlər üçün çəkilib paylaşılacaq. Oldu dəyərli müəllimlər. Növbəti izahda görüşərik. Hələlik.